Salam, hər vaxtınız xeyirli olsun. Safiye'nin mətbəxinə xoş gəlmisiniz. Bugün sizlərlə kanalda toyuq ətindən kələm dolmasını hazırlayarkən videoda da söz verdiyim kimi artıq qalan kələmlə çığırtmanı necə hazırladığımı bölüşmək istəyirəm. Qeyd edim ki, çığırtmanı ara sıra bu cür indi videoda göstərdiyim qaydada yumurta ilə və ara sıra da kartofla hazırlayıram. Yəni siz də öz zövqünüzə uyğun olanı hazırlaya bilərsiniz. Gedişatda kartofla hazırladığım barədə də məlumat verəcəm. İndi isə isinmiş tavamıza yağımızı əlavə edək. Mən yeməyi hazırlamaq üçün duru yağdan istifadə etdim. Siz öz zövqünüzə və cibinizə uyğun olan yağla hazırlaya bilərsiniz. Və doğradığım soğanları yağın içərisinə əlavə edirəm. Soğanları mən biraz iri formada, yəni kələmə uyğun olaraq doğramışam. Ancaq siz xırda-xırda da doğraya bilərsiniz. Üzərinə duz əlavə edirəm və soğanları qovururam. Mən soğanları çox qovurmadım. Yəni baxın, bu hala gəldiyində üzərinə doğranmış, soyulmuş, qabığı soyulmuş pomidor və yaşlı soğan əlavə etdim. Arzu edənlər biber də əlavə edə bilərsiniz. Əgər kartofla hazırlayacaqsınızsa, bu mərhələdə içərisinə zövqünüzə görə kartof da əlavə edirsiniz və tam yağa düşənə qədər qarışdırırıq. Və göründüyü kimi artıq pomidorlar yumşalıb, yəni yağa düşüb və indi bu mərhələdə üzərinə kələmi əlavə edirəm. Mən kələmi bir hissəsi məndə dolma bükərkən artıq qalan olduğuna görə, yəni pörtlənmiş kələmdir. Ancaq bir hissəsi isə kələmin baş hissəsini kəsdiyimə görə, yəni pörtlənməmiş kələmdir. Yəni yeməyi hazırlamaq üçün kələmi pörtlətmək ehtiyac deyil. Yəni çiğ kələmdən də rahatlıqla hazırlaya bilərik. Və yeməyimizi yaxşıca qarışdırıram və qazın xodunu, bayaq qazımızın xodu gür idi. İndi qazın xodunu minimuma endirirəm və qapağı ağzına qoyuram. Qoyuram ki, kələmlər öz suyunu buraxıb öz suyunda bişsin. Yəni yeməyimizə artıq su əlavə etmirəm. Və ara sıra göstərdiyim qaydada qarışdırıram. Mən sizə qazın xodunu da göstərirəm. Bu cür lam xodda hazırlayırıq. Və yeməyimiz artıq gördüyünüz kimi yağa düşmək üzərədir. Yəni suyu yoxdur, tamamilə suyunu çəkib. Yəni siz də hazırlayarkən gedişatda gənc xanımlar, yəni bunu izləyərək dəqiqliklə, rahatlıqla hazırlaya bilərsiniz və üzərinə doğranmış göyərti əlavə edirəm. Yəni mövsümündə bu yeməyə reyhan da çox gözəl yaraşır, ancaq indi reyhan olmadığına görə mən biraz keşniş və azacıq da cəfəri əlavə etmişəm. Yəni göyərtinin miqdarı sizin zövqünüzdən asılıdır. İstədiyiniz qədər əlavə edə bilərsiniz. Qeyd edim ki, yeməyimiz artıq yağa düşdükdən sonra qazın altını təkrar biraz artırırıq ki, kələmlərimiz qızarsın və bu müddət ərzində mən yumurtanın üzərinə duz əlavə edirəm. Yaxşıca çırpıram, yeməyimizə əlavə edəcəyik. Qeyd edim ki, yeməyi də arzu edənlər biraz daha çox qızarda bilərsiniz. Ancaq mən yəni öz zövqümüzə görə hazırladığıma görə çox da qızartmıram. Yəni azacıq, yəni videoda da göründüyü qədər, düzdür, videoda işıqlanmaya görə biraz qızarması çox da görsənmir. Amma yəni azacıq qızardıqdan sonra yumurtanı artıq üzərinə əlavə edirəm. Çalışaq yumurtanı əlavə edərkən hər tərəfinə gələcək şəkildə olsun. Və mən bütün çığırtma yeməklərində olduğu kimi bəzən xanımlar yumurtanı əlavə edib qarışdırırlar. Mən o üsulda sevmədiyimə görə çalışıram ki, yumurtanı əlavə edərkən hər tərəfinə yumurta dəysin və videoda göstərdiyim qaydada bu cür belə qaşıqla azacıq aralayıram ki, yumurta üzdə qalmasın, yeməyin arasına keçsin və qazın xodunu təkrar azaldaraq qapağı ağzına qoyuram və gözləyirəm ki, yumurtalarımız yaxşıca bişsin. Artıq yumurta da çox gözəl bişib, yeməyimiz hazırdır. Artıq servis edə bilərik. Qeyd edirəm,
arzu edənlər, yəni öz zövqünüzə görə hazırlayanlar, əgər kartofla hazırlayırsınızsa, yumurtanı sevmirsinizsə, o zaman mütləq deyil ki, yumurta əlavə edəsiniz. Sadəcə biraz daha artıq qızartmaq şərti ilə, yəni əgər yumurtasız hazırlayıramsa, o zaman kələmi biraz daha çox qovururam. Yəni tam yağa düşüb qızarana qədər o üsulla da çox ləzzətli olur. Məndən bu qədər. Siz isə mənə dəstək olmağı unutmayın. Sağ olun, Allah'a emanet olun. Gələn videolarımda görüşənədək.